Hər vaxtınız xeyir olsun əziz müəllimlər. Biz artıq başlayırıq. MİQ və sertifikasiya üzrə müsahibə sualları paylaşılacaq kanalımızda və mən və Gülşən müəllimə tərəfindən izahları veriləcək. Diqqətiniz bizim kanalımızda olsun. Həm sertifikasiya müəllimləri, həm MİQ müəllimləri məhz suallardan yararlana bilərsiniz. Ödənişsiz canlı dərslərimiz də olacaq. Mütləq şəkildə kanala abunə olun ki, hər birindən xəbərdar olasınız. Hörmətli müəllimlər, birinci sualımız belədir. Şagirdin nəticəsinin aşağı olmasının səbəbi, yəni aşağı olmasına nələr təsir edə bilər? Səbəbi nədir? Öncəliklə verilən suallar hər zaman cavablandırılmaq üçün yox, sizləri yoxlamaq üçün də verilə bilər. Yəni suallarda diqqətli olmalısınız. Mütləq şəkildə şifahi danışıq bacarığınız yüksək olmalıdır və verilən suallarda adekvat cavab vermə önəmlidir. Yəni çox uzadı yox, lakanik, amma bir o qədər də dərin cavablar mütləq şəkildə verilməlidir. Həm MİQ müəllimlərinə, həm sertifikasiya müəllimlərinə bu sual verilə bilər. Şagirdin nəticəsinin aşağı olmasına nələr təsir edə bilər? Bildirə bilərsiniz ki, öncəliklə məktəbdə hər zaman müəllim, valideyn, şagird münasibəti, yəni təhsil üçbucağı önəmlidir. Düşünürəm ki, əgər bu üçbucaq düzgün yaradılıbsa və davamlı olaraq şagird müşahidə edilirsə, valideynlə daima biz əlaqə saxlayıb şagirdlər haqqında məlumat veririksə, bu problem yaranmaz. Bəzən hansı hallarda olur? Müəyyən problemlər də ola bilər, ailə daxili problemlər ola bilər, hər hansı bir hallar baş verə bilər. Burada qəti surətdə bullying ola bilər və s. sözlərini istifadə etmirsiniz və yaxud da ki, məktəbdə ola bilər ki, müəllim şagirdə nəsə pis davranır sözlərini heç bir zaman istifadə etməyin. Bu daha çox sizin bal itirməyinizə gətirib çıxardacaq. Ailə daxili problemi də sonda bildirə bilərsiniz ki, müəyyən bir problemlər ola bilər ki, biz şagirdi təbii ki, müşahidə edərək bu problemi üzə çıxardaraq mütləq həll edib və bunu aradan qaldıra bilərik. Şagirdin nəticəsinin aşağı olmasına nələr təsir edə bilər? Sualını geniş şəkildə danışırıq. Amma öncəliklə bizim yaratdığımız şəraitləri bildirməliyik ki, yəni biz şagirdlərin öncədən tanıyırıq, valideynləri öncədən tanıyırıq. Şagird əgər potensialı zəifdirsə, potensialına uyğun şəkildə inklüziv təhsil sistemindən istifadə edərək onların bacarıqlarına uyğun şəkildə dərsləri qururuq və şagirdin aşağı nəticə almasını qarşısını alırıq. Yəni burada əsas məsələ nədir? Şagirdin aşağı nəticə almasının sizdənmi, yoxsa digər yoldaşlarındanmı qaynaqlandıqlarını bilmək istəyirlər. Yəni verilən suallara mütləq şəkildə yanaşma olaraq düzgün yanaşmaq lazımdır. Əgər şagirdin yenə də nəticələri aşağı olarsa, bunun səbəbini araşdırmaq lazımdır, əlavə dərs keçmək lazımdır, inklüziv təhsil sistemindən istifadə etmək lazımdır. Yeri gələrsə valideyn əlaqə saxlayıb, hətta psixoloqla məsləhətləşib bunu aradan qaldırmaq lazımdır. Baxın, verilən sualda məqsəd şagird aşağı nəticə alması deyil. Verilən sualda məqsəd sizin bu suala necə cavab verməyinizdir. Müsahibə mərhələsində sizi kəsmək üçün və yaxud da sizi çətinliyə salmaq üçün yox, sadəcə sizin bir müəllim olaraq fikirləriniz onlar üçün çox önəmlidir ki, görək ki, həqiqətən də şagirdləri müşahidə edirlərmi, şagirdlərlə necə məşğul olacaqlar. Siz şagirdin nəticəsini davamlı olaraq müşahidə edirsiniz. Aşağı olmasının səbəbi öncədən müəllimin belə deyək ki, düzgün yanaşmamasıdır. Yəni şagirdlərin öncədən diaqnostik qiymətləndirmə etməli, şagirdi araşdırmalı, müşahidə etməli, intellektini müəyyən etməli, introvert, ekstrovert olduğunu bilməli, yəni hansı şəxsiyyət tipinə aid olduğunu bilməli və şagirdə o şəkildə tapşırıqlar verərək həm də digər cüt, fərdi, qrup, kollektiv işlərindən istifadə edərək onu dərsə belə deyək də cəlb etməlidir. Məsəl üçün, burada bizim cüt işlər var ki, bir-birlərinin öyrənməyə imkan verir və davamlı olaraq təhsil üçbucağını yaratmalıdır ki, valideynlər də şagirdlərin dərsləri haqqında məlumatı olsun və nəzarət hər iki tərəfli olsun. Bu halda əlbəttə ki, şagirdin nəticəsi aşağı olmayacaq. Aşağı olarsa
sual verilsə isə artıq tədbirlərinizi deyirsiniz ki, təbii ki, bu halda şagirdə bu nəticənin aşağı olmasının nələr təsir etdiyini araşdıraram, üzə çıxartmağa çalışaram, məşğul olmağa çalışaram, əlavə dərs keçərəm, şagirdin potensialına uyğun şəkildə tapşırıqlar müəyyənləşdirərəm. Əgər yenə də problem aradan qalxa bilməsə, psixoloqla məsləhətləşərəm, valideynlə əlaqə saxlayaram və bunu aradan qaldırmağa çalışaram. Bu şəkildə suallarınızı cavablandırırsınız. İndi keçirik növbəti sualımıza. Növbəti sualımız refleksiyanı şagirdə necə formalaşdırarsınız? Refleksiya ümumiyyətlə nə idi? Refleksiya yəni şagird nəyi düzgün edib, nəyi səhv edib, nəyi daha yaxşı edə bilərdi, əvvəl necə edibdi, indi daha yaxşı necə həyata keçirə bilərdi və yaxud da hər hansı bir işi yerinə yetirir. Məsələn, uşaq deyir ki, refleks edir ki, hə, əvvəl mən bunu zəif edirdim, amma indi daha yaxşı edirəm. Sonda özünü qiymətləndirmə. Refleksiyanı formalaşdırmaq metaqognitiv bacarığın formalaşdırılmasından başlayır. Refleksiya sonda olur. Refleksiyanın etməsi üçün refleksiyanın nə olduğunu şagirdə mənimsətmək lazımdır. Və refleksiya üsullarından, 3-2-1 üsullarından, çıxış biletlərindən, şəxsi jurnallardan və müəyyən üsullardan istifadə edərək şagirdlərdə formalaşdıra bilərik. Hər bir şagird metaqognitiv bacarıqlara yiyələnməlidir və metaqognitiv bacarığı da şagirdə formalaşdırmalıyıq. Yəni ilk pillədən başlamaq lazımdır. Məsəl üçün, birinci müşahidə, ikinci agah olmaq, rəy və digərləri. Əlbəttə ki, bunu həyata keçirəriksə, şagirdlərdə refleksiya bacarıqları formalaşacaq və refleksiyanı etmək üçün şərait yaratmaq lazımdır. Sənə maraqlı gələn, misal üçün, 3 hissə hansı oldu? Şagird özünü nə edəcək? Misal üçün, və yaxud da 2 hissə hansı oldu? Və yaxud da ki, bildiklərinin 3-ünü qeyd elə və s. Çıxış biletləri, şəxsi jurnallar, bir həftə ərzində hansı nailiyyətləri əldə etdiniz, nəyi yaxşı etdiniz, nəyi zəif etdiniz və bu şəkildə şagirdlərin refleks etməsinə imkan veririk. Refleksiya nəyi təmin edir? Refleksiya şagirdlərin zəif və güclü olduğu tərəfləri yenidən baxılmasına, daha yaxşı inkişaf etməsinə, özünü qiymətləndirməsinə, özünü tanımasına və fərdi şəkildə özünlə düzgün şəkildə məşğul olmasına təmin edir və bu da metaqognitiv bacarıqların inkişafına belə deyək də imkan yaradır. Sizə verilən sualları təbii ki, bildiyiniz kurikulumdan və həyatdan bildiklərinizdən danışa bilərsiniz. Amma məsələ ondan ibarətdir ki, refleksiyadan danışıb hər hansı bir nəzəriyyəmi, hər hansı bir fakta getmək məsləhətli deyil. Bu halda sizə oradan suallar verə bilərlər, bilmədiyiniz hissələr önə çıxa bilər. Ona görə çalışın ki, sual ətrafında danışın. Əgər daha ətraflı danışmaq istəyirsinizsə, bildiyiniz hissələrdən danışa bilərsiniz. Müsahibə mərhələsi çətin deyil. Sadəcə MİQ mərhələsində daha belə çətin suallar verirlər. Çünki ilk işə daxil olduğunuz üçün sertifikasiya mərhələsində də müəyyən suallar verirlər. Amma burada əsas məsələ nədir? Sizin daha çox danışmağınız və digər insanların ünsiyyət qurmağınızdır. Ola bilər öz-özünüzdə daha rahat danışırsınız, yaxşı danışırsınız, amma sizə kimsə 2 nəfər, 3 nəfər sual verəndə artıq çaşırsınız və müsahibə mərhələsində 2-3 nümayəndə olur və sizə fərqli-fərqli suallar verir. Məsəl üçün, biri kurikulum verir, biri ixtisasdan verir, biri psixoloji suallar verir və belə olan halda, əgər siz çox həyəcanlanırsınızsa, fikirlərinizi çatdıra bilmirsinizsə, mütləq şəkildə öncədən öz üzərinizdə işləməlisiniz və siz əgər həyəcanınızı azaltmaq istəyirsinizsə və peşəkar şəkildə bütün dərslikləri əldə edərək hazırlaşmaq istəyirsinizsə, bizim müsahibə qruplarımıza həm fərdi, həm də qrup dərslərinə qoşula bilərsiniz. Fərdidə yalnız siz olursunuz, qrupda isə müəllimlər arasında olursunuz və təbii ki, burada da hər kəsin sual-cavab edilmə prosesi həyata keçirilir. Hal-hazırda qoşulan müəllimlərə həm MİQ, həm sertifikasiya üzrə endirimlərimiz var. MİQ müəllimləri indi qoşulurlar, vakansiyadan sonra artıq vakansiya seçimindən sonra başlaya bilirlər. Ballarına güvənən müəllimlər isə birinci qrupdan dərhal 20-sindən sonra başlayırlar. Kimlər istəyirsə əlaqə saxlaya bilər. İndi digər suala keçid edirəm. Bu sualları mütləq şəkildə özünüzdə qeyd edin və sonradan özünüzlə məşq edin və yaxud da videonu dayandırıb özünüz üçün məşq edə bilərsiniz. Belə bir maraqlı sual var. Həm MİQ, həm sertifikasiya müəllimlərinə verilə bilər. Deyir, özünüzü 3 sözlə necə tanıdarsınız? Yəni, necə 3 sözlə özünüzü bildirərsiniz? Baxın, burada məsələ 3 sözlə deməyiniz deyil. Burada məsələ özünüzü tərifləyib tərifləməməyinizdir. Məsəl üçün, siz əgər burada özünüzü çox tərifləyirsinizsə, bu o deməkdir ki, artıq siz
belə deyək də, müsahibə mərhələsində balınızı itirəcəksiniz. Özünüzü 3 sözlə necə tanıdarsınız? Mən savadlıyam, mən alicənab, məsəl üçün hər şeyi bilirəm, bu şəkildə yox. Özünüzü 3 sözlə necə tanıdarsınız? Bildirə bilərsiniz ki, səbirli, təmkinli və daima inkişaf etməyi sevən bir insanam, yəni inkişafa üstünlük verirəm. Və yaxud da belə deyə bilərsiniz ki, yəni şagirdlərlə ünsiyyətçiləm, yəni ünsiyyət qurmağı sevirəm. Yəni özünüz necəsinizsə, sadəcə belə deyək də tərifləmədən o şəkildə özünüzü təqdim etməlisiniz. Misal üçün, siz burada desəz ki, mən yüksək səviyyədə biliklərə malikəm, mən hər zaman ən yaxşısını seçməyə çalışıram, mən hər zaman ən yaxşısını etməyə bacarıram və s. desəniz, bu artıq biraz siz özünüzü tərifləmiş kimi olacaqsınız. Məsələ ondan ibarətdir ki, burada özünüzü qısa şəkildə səbirli, təmkinli və ünsiyyət qura bilən insanam, yəni ünsiyyətçiləm. Bu şəkildə deyə bilərsiniz, səbirli, təmkinli və iradəliyəm, belə deyə bilərsiniz. Yəni 3 sözdə özünüzü qısa şəkildə ifadə edirsiniz. Bir də bəzən belə sual verirlər ki, 10 ballıq sistemdən özünüzü necə qiymətləndirərsiniz? Bu sualı belə cavablandıra bilərsiniz ki, təbii ki, hər bir insan özünü qiymətləndirməyə bacarmalıdır, amma düşünürəm ki, bir müəllim olaraq əsasən bizi şagirdlərin, valideynlərin və digər kollektivimizin qiymətləndirməsi önəmlidir və onların bal sistemindən bizim həm biliklərimizi, həm də bir müəllim olaraq keyfiyyətlərimizi qiymətləndirməsi önəmlidir. Yəni burada artıq özünüzə 5 bal versəz, deyəcək niyə 5 bal verdiniz, 6 bal versəz, deyəcək niyə azı verdiniz, 10 bal versəz, deyəcək ki, bəyən bu qədər mi savadlısınız, özünüzə bu qədər güvənirsiniz. Ona görə bildiririk ki, hər bir insan özünü əlbəttə ki, qiymətləndirməlidir, amma bəzən mənfi və müsbət xüsusiyyətlərimizi özümüz görməyə bilərik və qarşı məsəl üçün tərəfdə kollektivimizdə kolleqalarımız, hər hansı bir nümayəndələr bizim hər hansı müsbət və mənfi tərəflərimizi daha yaxşı görə bilər və düşünürəm ki, qarşı tərəfin bizi qiymətləndirməsi daha məqsədə uyğun olar. Bu şəkildə cavablandırmanız yaxşı olar. Yəni sualımıza keçid edirik. Deyir, şagirdlərdə YTS-ni necə formalaşdırarsınız? Hörmətli müəllimlər, həm MİQ, həm sertifikasiya müəllimlərinə verilə biləcək sualdır. YTS nə deməkdir? Yuxarı təfəkkür səviyyəsi deməkdir. Həm burada təfəkkürlə bağlı verə bilər, həm də ki, Bloom taksonomiyasından bağlı əlaqəli sual ola bilər. Siz bilməlisiniz ki, YTS, yəni yuxarı təfəkkür səviyyəsi, ATS isə aşağı təfəkkür səviyyəsi qısa şəkildə deyilir və sizə belə bir sual verəndə heç də həyəcan keçirməyin. Hörmətli müəllimlər, ümumiyyətlə YTS nə deməkdir? Şagirdlərdə araşdırma bacarıqları, təhlil etmə bacarıqları, hansı ki, bax görürsünüzmü, aşağıda da qeyd eləmişəm. Tədqiqat, yaradıcılıq, müzakirə, refleksiya etmək, özünü qiymətləndirmə, problem həll etmə, bu bacarıqların formalaşdırılması. Məsəl üçün bizim təfəkkürlərimiz var ki, tənqidi təfəkkür yuxarı təfəkkür səviyyəsidir, yaradıcı təfəkkür yuxarı təfəkkür səviyyəsidir. Yəni bunları misal çəkə bilərsiniz təfəkkürdən və yaxud da ki, Bloom taksonomiyasında təhlil, dəyərləndirmə, yaratmaq mərhələsi məhz yuxarı təfəkkür səviyyəsidir. Yuxarı təfəkkür səviyyəsində formalaşdırılması üçün mütləq şəkildə aşağı təfəkkür səviyyəsi, yəni ATS formalaşmalıdır. Və yuxarı təfəkkür səviyyəsi formalaşması üçün şagirdlərdə araşdırma işləri veririk, sual vermə, ondan sonra şagirdlərin fikirlərinin formalaşdırılması, düşüncə tərzlərinin formalaşdırılması, layihə işlərin verilməsi, fikirlərin münasibət bildirilməsi, özünü qiymətləndirməsi, öz düşüncələrinin formalaşdırılması və s. işlərini, yəni belə deyək, tapşırıqlarını verəriksə, YTS-nin formalaşmasına şərait yaradırıq və müəllimin də burada rolu əvəzsizdir. Yəni müəllim şagirdə artıq o rolu formalaşdırmalıdır, o bilikləri və o funksiyanı həyata keçirməlidir. Yəni YTS-nin formalaşmasında bir müəllim olaraq scaffolding, yəni bələdçi rolunu oynayaraq, bələdçi rolunda olaraq şagirdlərə biz kömək edə bilərik. Buradan da scaffoldingə keçid edə bilərsiniz, onun haqqında danışa bilərsiniz, bildiyiniz məlumatlar haqqında danışa bilərsiniz ki, məhz siz imtahan mərhələsində daha yaxşı nəticə əldə edəsiniz. Sualları çox danışanda artıq onlar görürlər, siz bilirsiniz və digər suala keçid edirlər və yaxud da ki, kifayətli deyirlər. Hörmətli müəllimlər, hal-hazırda biz sizlərlə bir neçə suala baxdıq və yenə də videolar paylaşacağam. Mütləq şəkildə kanala abunə olmağı, bəyənməyi, rəy yazmağı unutmayın. Bu şəkildə videoların gəlməsini istəyirsinizsə, mütləq rəy bölməsində qeyd edin və hal-hazırda müsahibə dərslərimizə 40% indirim var. Dərslər yalnız Zoom proqramında canlı və görüntülü şəkildə keçirilir.
Qrup və fərdi dərslər üçün indidən əlaqə saxlayın, çünki bu illəri qruplarımız çoxdur. Ona görə də biz iyulun 20-sindən başlayırıq. İlk qrupla başlayın ki, proqramı çatdıra biləsiniz. İnşallah ki, hər biriniz üçün xeyirli uğurlu olsun. Növbəti izahlarda görüşənədək sizlərə uğurlar arzu edirəm. İnşallah ki, yüksək nəticə ilə müsahibə mərhələsində başa vurarsınız.